Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. İlgizlə izlə verilişində müğənnilər arasında başlanan söz davası reklam fasiləsində daha da qızışıb. Oxu24.com xəbər verir ki, müğənni Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan və müğənni Xatun arasında qalmaqal yaşanıb. Reklam fasiləsi zamanı bu qalmaqal hətta əlbayxay səviyyəsinə qədər çatıb. Tərəfləri verilişdəki qonaqlar sakitləşdirib. Tərəflər arasında davaya səbəb müğənni Rasimənin verilişdə iştirak edən Xatunun duet ortağı gənc ifaçı Cəzahiri təhqir edərək ona Nəsibənin kuklası deməsi olub. Sözü gedən dava barəsində Xatun özü də açıqlama verib. O, tarixin bir günü verilişində məni Rüfətlə Cəzahir arxadan güclə tutub saxladılar. Mənə elə gəlir ki, biz Rasimə xanıma çox hörmət etdik. Ona qadın kimi hər şeyi başa saldım, deyib. Bundan öncə İlgizlə izlə verilişinin iştirakçısının faciəli şəkildə ölməsi barədə məlumat vermişdik.